Əzizləyicilər, deməli bu gördüyünüz avtomobil BMW F10-dur, 2 turbo dizel mühərrikə sahibdir və B47 mühərrikdir. Avtomobildə biz sepbaşmaq dəyişimi və ümumi qulluq prosedurunu həyata keçirəcəyik inşallah. Bu avtomobillərdə sepbaşmaq dəyişimi üçün mühərrik mütləq ki çıxmalıdır. Və sepdə arxa hissəsində yerləşir mühərrikin. Və bunlarda sep 3 hissədən ibarətdir. Yuxarı, orta və alt hissədən ibarətdir. Bu avtomobildə biz bütün ümumi seplərin hamısı başmaqları ilə bir yerdə yenisi ilə orijinalını əvəz edəcəyik və bütün ehtiyat hissələri təbii ki, orijinal olmaqla avtomobil üzərinə yerləşdirəcəyik və müştəriyə təhvil verəcəyik. İstifadə etdiyimiz bütün detallar, adi prokladkalara qədər hamısı orijinaldır. Baxın, 340 prokladkası. Orijinal. Bu kəpənəklərin prokladkasıdır. Orijinal. Arxa salnik. Orijinal. Bu avtomobildə əlavə ekstra olaraq burada bloka bağlanan 3 qulaq deyilən bir sistem var ki, burada antiviz kanaldır və antiviz dövr eləyir. Bunu da orijinal BMW qrupuna gördüyünüz kimi əvəz eləyəcəyik və seplərin hər biri də orijinal Ibis sepi ilə, Febinin Ibis modeli ilə, yəni üstündə gələn birbaşa orijinal nə edirsə, üzərinə çıxan nə edirsə onunla əvəz eləyəcəyik və müştərinin inşallah ki, avtomobilini ideal vəziyyətə gətirib yola salacağıq. Kimin ki, avtomobilində ümumi qulluq və check-up yoxlanışı istəyirsə, bizim servis seçib yaxınlaşa bilərlər. Həm nağd şəkildə iş görürük, həm də ki, bir kart taksit kartları ilə xidmət göstəririk. Detallı məlumat üçün profildə nömrəmiz var. Zəhmət olmasa əlaqə saxlayın və avtomobiliniz haqqında zəhmət olmasa məlumatı dolğun verin. Bəzi müştərilər bizdə zəng edib soruşurlar ki, sizin avtomobilimiz məsələn BMW F10-dur, bunda sepbaşmaq dəyişimi neçədir? Əziz izləyicilər, nəzərə alın ki, siz çoxsunuz, mən təkəm və mən də hər suala dolğun məlumat verə bilmirəm. Siz ilk olaraq məlumat verin ki, mənim mühərrikim, modeli, avtomobilim BMW 2 turbo benzindir, yoxsa dizeldir? B47-dir, yoxsa N47-dir, yoxsa N20-dir? Arxa çəkəndir, yoxsa X-Drive-dir? Bunun məlumatını mənə dolğun şəkildə verin. Mən də sizə geri dönüş olaraq qiyməti çıxardım. İstəsəniz bütün ehtiyat hissələri bizdən olmaq şərti ilə biz dəyişib zəmanəti hər tərəfli olaraq biz sizə verə bilərik. Və yaxud da ki, istəsəniz ehtiyat hissələrini özünüz alıb gətirərsiniz. Biz sadəcə əl haqqına zəmanət dururuq. Əl haqqımız deyilib sizin avtomobilinizdə olan bütün problemi aradan qaldırırıq. Təşəkkürlər, izləmədə qalın.